Hər birinizə salam olsun. Necəsiniz? Yeni vlogla qarşınızdayım. Maşın yanına çatıram artıq. Yolumuz bildiğiniz kimi Krasnodar olacaq. İndi prosta maşını götürüm. Gedim o birisi garaja. Orada naklatkalarını dəyişdirim. Və bir dənə daçik dəyişməlidir. Onu dəyişdirim. Geləcəm Xonoba gömrüyünə doğru inşallah. Bu səfərki yolumuz qısa olacaq. Amma çalışacağım. Çəkiliş çox eləyim çünki baxıram ki dostlarımız, izləyicilər istəyirlər ki daha çox çəkiliş görsünlər. Yəni yolu daha çox görsünlər. Ona görə yolda çəkilişlər daha çox eləyəcəm. Və çalışacağım ki darıxdırıcı olmasın. Belə saat bilmirəm neçədir. Bu günahın ikisidir. Saat təqribən 1 falan olmalıdır. Xotluyum. Tərpəndim yavaş-yavaş. Ümumi bir dənə görünüşə baxaq. Hər şey qaydasında da yoxsa yox. Bu qapağın biri düşüb o birisi tərəfdə. Lomlar yerində, GPS yerində. Bu düşüb. Təkərdə çapıqlar var. Təkər patlayıb. Yaxşı gəldim, baxdım da təkər patlayıb. Davali kamburı sürəcəm. Bir şeyi dəyişdirəcəm. Daha doğrusu atıb yaptıracağım. Deməli gəldim, burada usta var, o kompüterə saldı. Ülvi'nin dediği kimi datikdə problem var. Sağ arxa datik. Elə bir ki pasajer tərəf təkərin datik bir də setkası. İndi görün bu da baxsın, şeyləsə zakaz edeyim, gətirsinlər, onlar dəyişsinlər. Onu çıxım gedim. Həm təkər də patlayıb da, təkər də aparım orada yamasınlar, gətirsinlər. Sattılar, naklatkan biri yokmuş. Şey de bu. Samsun'da biz aşağı düşəndə təkərlər qızmışdı. Bütün hamısı yeyilib qutarılmış. Bunun da ağzı əyilib, ona da sökürlər. Deməli, qabağın aklatkalarda salamatsızlıq verdi, onca dəyişmədik. Apardım, qaytardım onları. İş qutardı oradır, onu saydı, ondan yağladılar təzədən. Həri bir də onu dəyişdirdik, oradadır. Heç bir şey qalmır. Mən də çox yorulmuşam, ona görə də geləcəm evə. Sabah abeddən sonra çıxaram, çünki yorğunam. İndi ceb gömrü keçsəm belə sürə bilməyəcəm. İt kimi yorğunam. 51 manat cəriməyə düşəcək, eybi yoxdur day. Canımıza önəmli deyil. Çünki 60 saat, geri saat 12'də tamam olacaq. Sabah rahat bir şəkildə gələrəm, dazbolarımı da götürərəm. Onu gələrəm, maşına çıxıb gedərəm. Gömrü də rahatçıda keçərəm, vəssalam. Yəqin ki 1000 voda qədər sürəcəm sabah.
İzlemede qalın, abone olmağı unutmayın. Rəy bildirin, komment yazın, dostlarınızla paylaşın, bəyənin. Hər birinizin axşamı xeyir, gecəniz xeyir daha doğrusu. Mən bugün getmədim. Deyəsən demişdim, onu təkrar edirəm. Bugün getmədim çünki usta işini gec qutardı və 50 manat cəriməyə düşdüm. Həm də ki, daçki, setkanı dəyişək, daşıqqa silinmədi. Ona görə də məcbur sabah yenidən həmən ustanın yanına gedəcəm, kompüterə salsın, görsün nəyə görə silinmədi. Bəlkə beyində qalıb, yaddaşda qalıb. Özümü aldatmış da ola bilər. Ona görə də yenidən kompüterə salacaq, baxacaq ki, hansı daçikdə problem var. Sabah ustanın yanına gedəcəm, baxdıracam. Hər kəsə salam. Bugün yeni gündür. Dünən getdim evə, gömrüyə getmədim. Gəlmişəm bugün kompüter sahibləri maşını yenə. Çünki aşıbqalar silinmədi. Deyir, dəyişdirməmsən sən mən dediyimdə, setka ilə daçiki. Deyirəm, axı dəyişdirmişəm. Çünki mən onu danışanda o sağ tərəf qapının yanından kompüterə salmışdı. Soruş göstərdi ki, o əli ilə də göstərdi, o təkər. Mən də dedim ki, həmən təkər olsa məndə deşilib, onu dəyişdirdim. Kakras yadımda qaldı, yəni oranı dəyişdirəcəm setkasını, daçikini. İndi deyir, mən oranı deməmişəm, deyir. Mən deyir, sol tərəf demişəm, deyir. Heç nə də, yəni yalandan əlavə rasxod çıxdı. İşləyən tərəfi sökdük, dəyişdik. İndi dünən olsa bu tərəfdə sökülmüşdü, çünki naklatka zad dəyişdik. İndi təzədən almışam setka ilə daçiki. Heç nə də. Təzədən söküləcək, təzədən setka daçiki taxılacaq. Təzədən əl haqqı verəcəm. Bunlara təzədən pul vermişəm. Özümə bir dənə təsəlli verirəm ki, yəni hər iki tərəf arxada görə bilər ki, daçiklər dəyişib. Problem olmayacaq. Nə bilim. Təkər də sanki biraz boşdur. İndi görüm. İndi nətər edirəm, nə edirəm. Nə bilim, qalmışam ya Allah haqqı. Bugün də deyəsən gedə bilməyəcəm. Hava da dəhşət soyuyub. Konkret həvəsdən düşmüşəm işləmək üçün. Mən bilmirəm necə bir şey eləyim. Yəni elə soydular adamı işdən, qalırsan gecələkdə. Yəni belə bir şey yoxdur. Yəni pulunla da verirsən. Dünən 330 manat pulum çıxıb. Düzələn şeylər düzəlib. Yəni heç kimi işini şey eləmirəm. Amma yəni bunu nə olar? Düzgün deyərdin də mənə. Yəni bu gün təzədən mənə 100 manatım niyə getməlidir? Əziyyətinə qazanırıq axı. Hər kəs əziyyətinə qazanır. Prosta yəni nə bilim. Allahımızın köməyi olsun. Görəydim, təzədən sexər salacağım maşını, düzəltsinlər, sonra çıxıb gedəcəm. Hər bir kəsə salam olsun. Deməli, bugün ayın 4-üdür. Saat 4:05 işləyib, 10 dəqiqə. Yəni, Azərbaycanda çox qəribə bir hava hökm sürür. Dəhşət dərəcəsində külək var. Bakıda qar yağır, indi burada yağmır elə ki. Yəni, maşın gedə bilmir, maşın elə pisdir şələnə ki, elə bir aşacaq. Elə dəhşət dərəcəsində külək var. Pullu yoldayam. Biraz əsəbləşdim, elədim. Götürüb pullu yolda məndə yaşıl təq var da, yəni keçirsən öz avtomatik açılır. Götürüb orada şey eləyiblər, parolu dəyişiblər. 4 rəqəmli idi əvvəllər parollar, indi olub 6 rəqəm. Heç bir məlumat verməyiblər. Gəlirəm keçmək istəyirəm, balansta az pul var deyir, açılmır. Çünki bunun əvvəl gələndə də bu parola yazıb girə bilmədim də. Girmişəm içəri, deyir biz burada yeniləyə bilməliyik, biz sizin üçün burada balans artıra bilərik. Axır gözlərlə danışdım, WhatsApp vasitəsilə dedilər, bir həftə ərzində yeni parol gələcək. Nə bilim, bir dənə bu sistemi yaxşı işləsəydi, əla olardı, rahatlı. İnsanlar bu yollarda istifadə edə bilərdi. Yəni boş-boşda bu qədər əsəb kəsilməzdi. Hal-hazırda külək var. Şüşəni silək. Şüşəsindən buz tutur. Külək qoymur o silsin. Yolumuz Xanova gömrüyinədir. İlk öncə qalxacaq Samura, orada elektron yazdıracaq, pul dəyişəcək. Oradan da düşəcək Xanova gömrüyinə. Görək vəziyyət necə olacaq. Yükümüz həddindən artıq ağırdır. İnşallah ki, heç bir problem olmaz gömrük keçəndə. Xaçmazı keçirik indi.
Biraz sağda solda qar var. 2 dərəcədə maroz var. Yavaş-yavaş gedirik. Samura az qalıb. Samura çatıb elektronkan yazdırım. Pul dəyişim. Oradan da gedək Xanoba gömrüyündən keçək. 4 dərəcə maroz var. Şüşəm donub. Səsə bax. Şüşəm donub, yavaş-yavaş gedirik. Qabaqda demək olar gömrüyü görürəm. Samura gömrüyü binaların görürəm belə deyim. Gelim satım ora. Sənətləşməni idi. Elektronkan eləyim. Vəssalam. Pulumu da dəyişim, çıxıb gedim Xanobaya. Bəlkə də bu sözləri 3 dəfə demişəm təkrar-təkrar. Üzür sayın, sizə bezdirirəm. Zəhmət olmasa o zaman siz də abunə olun. Əgər olmamışsınızsa rəy yazın, dostlarınızla göndərin. Dəstək olun bir sözlə ki, daha çox baxışlar əldə eləyək. Bundan əvvəlki videoya çox az baxış gəlib, 2000 baxış gəlib, onu düzəldək zəhmət olmasa. Samur gömrüyünə çatdım, pulumu dəyişdim. İndi elektronikada elədik. İndi yolumuz Xanobayadır, gedək ora. Burada Samurun növbəsi buradan başlayır. Ona görə, buna görə mən Samurdan getmirəm. Çöldə nə qədər gözləyirsən, içərdə nə qədər gözləyirsən, əziyyətdir. Ona görə ən yaxşısı Xanobadır. İndi gedib keçim oradan. Özə çəki ilə bağlı inşallah ki, problem yaşamaram. Görək başımıza nə gəlir. Hər yer qardır, 4 dərəcə şaxta var. Sakit gedirəm. Qabağı bir saxlayıb bazarlıq eləyəcəm. Ondan sonra yola davam. Xanoba gömrüyünə çatdıq. Bura həmişə bombalanmış olur, bax belə. Qabaqda bir dənə fura gedir. Ondan izləmə. Heç qoşmuşam ki, sizdən boğularam maşın içində. Girək sağ-salamat çıxaq. Təkər yenə boşalır. Bu təkəri görüm hara düzəltdirirəm. Xanoba gömrüyün girişindəyəm, tərəzidən keçdim. Çəkim çox ağırdır, görək başımıza nə gəlir. Rus tərəfdə inşallah ki, problem yaşamaram. Hər yer qard. Amma burada temperatur azalıb, -1'dir. Aformu düzəltləmişik indi. Sıranı gözləyirəm, yoxlanış girməyə, gömrüyün içindəyəm. Gömrüyü həyətdə çəkmirəm ki, problem olmasın. Və artıq mən neytraldayam. Rusiyanın bayrağı. Mən deyirəm, Rus qəşəngi işləyir, Rusda. Sıra var kəməli başlı neytralda. Eyb yoxdur. Saat neçədir? Azərbaycan saatına 21:39, Rus saatına 20:39. Saat 9'a qalıb 20 dəqiqə. Hər yer buz qardı. Görək başımıza nə gəlir. Axırcı Persmenka qutardı. Yavaş-yavaş gedirik. Giririk Rusiya gömrüyünə. Bu da Rusiya gömrüyünün girişi. Bir daha sağ-salamat çəki söhbətindən keçim, burada başqa heç istəmirəm. Deməli, ayın 5-ci saat Rus saati ilə 3'ün yarısıdır. Gəldim. Yollar yaman gündədir deyə gəldim burada gömrük ağzıcı stankaya girdim. Yatım burada, sabah geləcəm. Bura görür kim gəldi. İbrahim əmi yazızadır. Yemək pişirib yiyir deyə şeydə yetimlər stankasında Moskvada. Necə vaxt görmürdüm onu. Qismət oldu, bura gəldi, indi qarşılaşdıq. Bu da onun maşınıdır. Bu da mənim maşınım. Biraz söhbət edeyim, ondan sonra mən də yatacam. Gecdir. Yatım dincəlim, sabah yola davam edəyək. Təkər boşalıb, təkərə hava vurum. Sabah da gedəndə yolu düzəltdirim. Rahat çıxım gedim. Yolumuz
kəsin sabahı xeyir. Dönə gömrükdən çıxdım. Ya burada sistayıqada yatdım. Təkər düzəltdirmişdim mən. O yaxşı düzəlməmişdilər. Vurdum gördüm. Tamamilə boşalıb. İndi hava vururam. Hava vururam. Tərpənib gedəcəm ya Dərbətdə ya da Baxaçqanı düzəltdirəcəm. Buzlara bax. Yaxşı ki, mən belə şeydə sənəkar deyiləm də. Şulakım zaten hər şeyim olur. Hava da olsun. Tərpənib gedir. Gecə bura hamısı buz idi. Ona görə sürmədim. Stayakada yatdım. İndi bu gün inşallah görək hara qədər sürə bilirik. Bugün bu ərazidə olan son marozlar elə bil ki, gecələr 1-2 dərəcə olacaq, gündüzlər plus hava olacaq. Belə şeylər çox görmək olur. Yaxşı yol təmizdir. Qəşəng qarlayıb dünən. İndi də əslində moroz var. Şimdi baxıram 3 dərəcə moroz var. Amma indi yollara duz səbiblər deyə təmiz görsənir. Əriyib yəni buzlar. Burada məktəbdə olmalı səhv eləmirəmsə. Həmişə burada keçəndə burada uşaqları görürdüm. İndi deyəsən bugün tətil dərsə bombalanmış ya da hamısı dərsdədirlər. Məktəb buradır. Qalıb buradan çıxmağa, əsas yola çıxmağa. Axırıncı trampolinlərdir bir sözlə. Sən bəyək mənə keçmişdin axı. Nerə dala düşmüsən məndən? Salyakamız da azdır, görək hansı zapravkanı tapıb doldururuq. Hal-hazırda Dərbəndin içindəyəm. Orada Dərbənd yazılıb tabii. O da Dərbənd qalası deyiləm, bax ora. Tüneldən keçəcəyik, bilmirəm, bu tüneli düzəldiblər yoxsa yox. Yəqin ki, indiyə düzəlmiş olarlar. Yox, hələ düzəlməyiblər. İlk səfər buradan keçəndə necə qorxurdum, oyda ki birdən dəyərəm, güzgüyə, daşa dəyərəm, maşına dəyərəm.
Bura biraz darısqal yerdir ona görə. Xəzər dənizinin görüntüsü qarşımızda. Uzaqdan baxanda Antalya'da da oxşayır, amma Mağaçqalaya gedən yoldur, Manas olmalıdır buralıq, səhv etmirəmsə. Dəniz orada görsənir. Mən hələ də bir işinə montaj tapmamışam. Hələ ki gedirəm. Görək nətər olacaq. Çox adam sual verir ki, kommentlərdə bu işə necə başlamaq olar, nə etmək olar, necə eləmək olar. Deməli, qoyun burada da deyim, hər kəs bilsin. İlk öncə məktəbini oxuyub pravanızı alırsınız. O pravanı da almaq üçün sizin 3 il stajınız olmalıdır. Bu nə deməkdir? Yəni, əgər sizin pravanız varsa, o B kateqoriyasısa, birinci C kateqoriyasını almalısınız. 3 ildən sonra pritsep, yəni Y kateqoriyanı ala bilərsiniz. Yox, əgər sizdə BS-dirsə və 3 il tamam olubsa, rahat bir şəkildə məktəbini oxuyub Y kateqoriyasını ala bilərsiniz. Onu aldıqdan sonra sertifikat üçün KOBEV-nə müraciət edirsiniz. Aynaya müraciət edirsiniz, KOBEV-nə gedirsiniz, nəsildə orası tam dəqiq yadımda qalmayıb mənim. Oxuyursunuz, bir neçə gün, 10 gün falan, 15 gün gelib gəlirsizlərsə, sonra bir imtahan verirsiniz, sertifikatı alırsınız. Ondan sonra taxıl kartı üçün yenə müraciət edirsiniz, onu da neçə ay ərzində o da gəlir. Yəni, taxıl kartla sertifikatınız oldusa, artıq siz hər kəsə lazımlı bir sürücüyə çevrilirsiniz. O zaman sizə buraxılış kartı da verilir. Sizə deyəndə siz sürəcəyiniz maşında buraxılış kartı verilir. Deməli, bir də ADR var. ADR sizə də aiddir və maşına da aid olur. Onu da istəsəz, onu da oxuyursunuz. Məktəbini, imtahanını verirsiniz. ADR kartını da alırsınız. ADR kartı bilirsiniz nədir? Yanıcı maddə daşımaq üçün, təhlükəli maddə daşımaq üçün. Yəni, o sizə tələb olunur. Məsəl üçün, məndə ADR kartı hələ ki yoxdur, çünki vaxtım yoxdur. Onun məktəbini oxuyum və gedim alım. Amma ADR kartı olduğu halda Gürcüstana bilirsən, ximikat gedir, kraska gedir, o işləri mən də daşıya bilərəm. Amma yoxum deyə daşıya bilmirəm. Və o işlərim də qiyməti normal işlərdə həmişə baha olur. Çünki onlara maşın tapmaq çətindir. Hər kəsdə ADR yoxdur. Gəlmişəm, indi burada təkəri söktürürəm. Deməli, yük maşın təkərinə ip salıb, həmin usta, videonun əvvəldə görəcəksiniz, hansı ustadır. İçərdən də qaydasında hər şey yapışdırıb, amma kleyi ya pis kley olub, ya da yarısına yapışdırıb, yarısı qalıb. Elə bir tərəfindən vurub, nəsə bilmirəm, indi orasını özü bilir. Ona görə mən indi Azərbaycanda 15 manat pul vermişdim, indi gəlmişəm burada 50 manat verəcəm, 52 manat verəcəm. Onun səhvinə görə, onun cəməlli iş görməməyinə görə. Söküblər, içəridə yanıyırlar. Dosta çəkilişi şey eləmədi, dedi, istəmirəm. Ona görə çəkmirəm mən də. Çeçən yolu barəsində biraz məlumat verin bilməyənlər üçün. Deməli, bu yolda 4 dənə rengen var. Mütləq olaraq, yəni o rengenlərdən birinə girməlisən. Ya birinci, ya ikinci, ya üçüncü, ya dördüncü. Sizə məsləhətim, çalışın ilk renginə girin. Çünki ola bilər ki, o birisi rengenlərə çox maşın olar. Məcbur qalıb nə qədər gözləyəcəksiniz. Məsələn, bəzi uşaqlar var ki, axırıncı renginə qədər sürürlər, axırıncıya girirlər. Amma eləci də yaxşı deyil. Çünki bir görsən, axırıncıya gəlib çatırsan, ən azı 5 saatlıq növbə olur. Ona görə harada gördünüz birinci rengen gəlir, elə o renginə də girin.
Həmin rengindən sonra belə Çeçenistan başlayır. Rengindən çıxan kimi, çünki onların postları var. O posta pasporta baxırlar və keçib gedirsən. Çox adam bu yoldan çəkinir. Ay nə mincidirlər deyir, nə deyir, amma yəni boş söhbətdir də. Mən hər dəfə Pitigorskiyə, Krasnodara gedəndə bu yolla gedirəm, Rostova gedəndə. Çox rahat yoldur, heç bir problemi yoxdur. Çox yol qoşa palasadır. Yəni narahat yol deyil də, yaxşı yoldur. Grozny'ye keçirsən, Narzan idi, oranın adı nə idi? Oranı da keçirsən, gedirsən də, yəni Pitigorski, Minvod, Kropotkin, oradan da sola Krasnodar, ondan sonra da Krımski Tamojny post. Hava yavaş-yavaş qaralır. Hal-hazırda 3 dərəcə moroz var. Gecə 7 dərəcə olmalıdır. Bacardığım qədər sürəcəm. Böyük ehtimal Minvoda qədər sürərəm, çünki çox sürmək istəmirəm. Amma əslində səhərə qədər sürüb geri çatsam daha mənim üçün əla olar, çünki sabah axırıncı gündür, 5-ci gündür, sonra 6 bazar olacaq. Ona görə də yenə də baxacam, görüm hansı uyğun olsa onu da eləyəcəm. İstərdim bu mənzərəni siz də görəsiniz. Ağaclar hamısı don vurub, dumandır. Dağıldı, töküldü başım. 10 dərəcə, 10 yarım şey var, şaxta var. Duman var və mən yatacağım yerə hələ 115 kilometr var. Minvodu keçib yatmaq istəyirəm. Şeyə qədər, Rastamoşka yerinə qədər sürə bilməyəcəm, çünki yatacağım yerdə Rastamoşka yerinə qədər düz rovunu 460 km var. 115, 460, 575 km edir və saat artıq birin yarısıdır Rusiyada. Ona görə saxlayıb yatacaq. Qalanı da sabah səhər durub sürərəm. Sağ-salamat kimi çataram. Axırıncı rengini indi keçdim. Bunlar yerə kraskanı elə qalın vururlar ki, tramplin əvəzi olur. O görə maşını elə keçəndə elə səs eləyir. Yenə Daçka şübhə verdi. Bakıda mən bunu düzəltdirmişdim. Bilmirəm, indi hansı təkər verib. O görə şanzıman arıza verib, EBS də yandırıb və maşında antifrizlə bağlı problemi də var. Nə bilim, bu reisim mən konkret problemli oldu. Maşında antifrizlə bağlı problem var, antifriz dəhşət dərəcəsində azaldır. Təsəvvür gətirin ki, mən Bakıda antifriz tökdüm, çıxdım. Maxaçkalada olanda artıq 10 litr antifriz az idi. 400 kilometrə 10 litr antifriz gedir. Görək də görək. Hardan buraxır, necə buraxır. Belə hər bir şey yoxladım. Ustayın ülvü ilə danışa-danışa. Yəni motorla bağlı problem yoxdur, şükür. Hansısa patrutkadır. Təzyiqli vaxtında oradan antifriz tökülür çölə. Onu tatmaq lazım birincdən. Yəqin ki, bir saat yarımazada yataram. Saat yarıma çatıb yataram. Yəni indi birin yarısıdırsa saat 2-yə zada yatacağım yerə çataram, orada yataram. 5-də, 6-da, 7-də durub sürərəm. 6 saatlıq yolumuz qalacaq. Hal-hazırda biz tərpənmişik. Maroza görə belə buxar çıxar üstündən. İndi tərpəndim. 460 km yolum qalıb. Hər yer buzdur. Buzluyub hər yer. Mən də maşını incitmədən yavaş-yavaş qaldıram sürətini. Hava soyuqdur, motora problem olmaz.
Yaxınlaşdıqca gözümü dəyir, nə olur bilmirəm. Yəni vəziyyət belədir. İnşallah ki, sağ-salamat malı təhvil verib, mal götürüb qaydaram. Hələ də üstü çıxır. Biraz zaman dayanacaq üstü. Bugün 5-ci gündür. Mən əslində hesablamışım ki, bugün bu vaxtlarda çataram ora. Mümkün olmadı. Maşında problem oldu deyə sürə bilmədim. Görək başımıza nə gələcək. Sabah 6, birisi gün bazar. İnşallah ki, terminal işləyər. Deməli, mən yolda qalmışam. Yəni yolda qalmışam deyəndə dedimi, antifriz azalır. Patrubka deşilib. Bax. Patrubka dibindən deşilib. Burada tapmaq mümkün deyil. Ona görə usta usulla bir şey düzəldəcəm ki, yolda qalmayayım, davam edeyim. Çünki yol boyu mən o qədər antifrizə pul vermişəm ki, ona görə məcburam bunu düzəldim. Yolda qalmayayım. Hazırdır. Belə bir şey düzəltdim ora. Türk turba qoydum arasına. 2 tane xamurdan bağladım ki, yolda qalmayayım. Gedə bilim. Orada düzəltdim, çıxdım. Biraz qabağa gəldim, partladı yenə. Çünki nəzi şey qoymuşdum da, o nəzi idi. Gəldim, Krapatkinin podyumuna qalxanda gördüm, temperatur başlayıb qalxmağa, tüstüləməyə başladı. Saat çəkdim, saxladım. Getdim, orada bir dənə plastik turba tapdım, 25'lik. Onu kəsdim, onu caladım. Su turbaları təzyiqə dözümlü olur axı. Tapdım, düzdüm, qoşdum. Yəni bu reis konkret 50 manat Azərbaycanda, təqribən də burada 200 manat antifrizə pul vermişəm. Bir dənə də zapas aldım, qoydum. Boş qabların hələ bir qismi maşın salonda, çünki cibdə yer qalmadı. Davam edirik. 265 kilometre yolum qalıb. 257 kilometre yolum qalıb. Yəni sağ-salamat bu Rastamoşkaya gəlib çatsaydım, əla olardı. Çünki belə o çox problem olduqca adamı ürəyə sıxılır. Bezir adam. Yəni mən həmin anda çəkiş zat heç eləmirəm. Çünki ona vaxt olmur. Vallahi yəni götür həvəsdən götür çəkməni belə şey eləyəmirəm. Gəl adamın yanı kimsə ola elə çəkər, yoxsa mənlik deyil. Adi elə telefonla yadıma düşdü, bir dənə orada çəkdim birinci dəfə saxlayanda. Vəssalam. Amma yenə şükür də həll elədim. Bütün problemlər əl çəkmir. Buna bax bir dənə. Bizdim Quran and olsun. Belə reis olar ha. Hamısını düzəltdirmişəm. Zibillər yenə yanır. Yaver ustaya dedim ki, bunu dəyişək də. Yox, dəyişsə əyri olacaq setka. Yaxşı oturtturmaq olmayacaq. Mən bacarmıram da. Bu dəyişsə ABS statiklə setkasını indi bu aşqa belə verilməzdir. Özündən Amerika kəşf edirlər. Kağıtlarını usta qoyublar. Onsuz da bu yaver usta yanına heç kim getməsin də konkret olaraq. Yəni o mənim başıma çox oynatsıb. Yəni hələ çəkmişəm də bu videoda görəcəksiniz. Sarvat eləyib Stupsiyanın boltunun yerini Teqatda. Nə bilim, Sanliki səhv vurub, bütün yağıcı daxıb. Aləm də bir-birinə cəməlli usta deyilmiş. Yalana özü deyir ki, şeydir. Mən baha iş görsəm də, səliqəli əla iş görürəm də, ona görə bahadır. Mən də ona görə bunun yanına getmişdim. Nə bilim, ustalardan ehtiyatlı olun, usta seçəndə ehtiyatlı olun. Yaxşı bir dənə dostum Ülvi ustadır, yəni onun işindən tam razıyam da, problem yoxdur. Harada da oldu, zəng eləm, kömək eləyir, bəyək də elə onunla danışa eləmişəm hamısını.
O düzəltdim, oturdum başına, dedi o zəif olacaq, o səni aparmayacaq. Dedim mən aparar. Dedi apardı. Ona görə ancaq bilən adamla danışmaq lazımdır. Ülvi usta dedi ki, yəni dostum dedi ki, o səni aparmayacaq, ehtiyatlı ol. Heç də bu qədər gedim, çatım, görüm nə edirəm. Bugün də 5-ci gündür, inanmıram. Rastomoşka ola, görəydim. Hər birinizin sabahı xeyir olsun. Dünən axşam gəldim, çatdım Rastomoşkaya. Çəkici eləmədim, çox yorğun idim, yemək yedim, elə yatdım. İndi saat 9'da aparım sənədləri verim. Bugün 6-cı gündür Rastomoşka eləsinlər. Çıxın bir stəkan zatda dayanım. 1-ci gündə aparım, malı boşaldım. Super hava var, plus hava var. Sağ-salama şükür gəldik, çatdıq Rastomoşkaya. İnşallah sağ-salamatda malı boşaldıb, yeni mal götürüb qayıdaraq geriyə. İndi gətirmişəm maşını dasmotor edəcəklər. Bilmirəm, malı boşaldacaqlar, biraz baxacaqlar. Bu palet biraz aşağı əzilib. Yedi palet boşaldacaqlar. Nəyəcə baxacaqlar, samaratını yığacaqlar yerinə. Bütün paletlərin aşağısında belə əziklər var. Çünki çox ağırdır, üstdən şey eləyir, altdaşları əzir. Qız dedi 7 palet boşaldılacaq, amma bütün maşın boşaldırlar. Bilmirəm, asfalt eləyirlər, asfalt eləyirlər, nə edirlər bilmirəm. Malı hamısı boşaltsınlar, baxsınlar, təzən yığacaqlar yerinə. Qəşəng gün çıxıb, plus 15 dərəcədir, plus 16 dərəcədir, əla hava var. 1, 2, 3, 4, 15, 16 paletimiz var, bu da 17-ci paletdir. Demək olar bütün malı boşaltdılar. Qaldı 2 palet, indi 11'ini çıxardı, içəridə qalır bir dənəsi. Bilmirəm, yəqin ki onu da çıxardacaq. İçəri nə qədər istidir. Burada niyə? Su var. Maraqlı. Biraz ləmişliyi var burada. İndi bir-bir orada təklərini çəkirlər. Əzən avratını yüklürlər maşına. Bilmirəm daha indi bu nə deməkdir. Yəqin malın çəkisinə baxmaq istəyirlər. Avratın hamısını yüklədilər. Daxilci palet. 2 paleti boşaltdılar. Başqa bir paletə, altındakı paletin çəkisini çəkdilər. Malın çəkisini çəkdilər. İçindən olduğuna baxdılar. Bir karabkasında. Daxilisi. Sənədlərim hazırdır. Bugün həftənin bazar günüdür. Buraxılış verdilər. Bir tikə çörək yiyeyim, ondan sonra çıxım gedim. Skladın yaxınlığında saxlayacağım ki, sabah malı rahat boşaltsınlar. Mən də geriyə dönmək üçün yük axtarım. Dünən dasmotor elədilər, dünən bu sənədləri verəmədilər. Bugün verdilər. Ən yaxısı ilə belə oldu. Az qalıb vlogun sonuna. Siz də zəhmət olmasa abunə olun, olmamışsa rəy yazın, bəyənin, dostlarla paylaşın. Bəzən baxışlar azalıb, inşallah ki yaxşı olar. Oradan çıxdıq, gəldik sklada. Mən 3 ünvana boşaltmalıyam. Bir skladın bir yerin içində 2 sklad var. 2 malı bura boşaldacağım. 3-cü səmiyyə də gələcək biraz qabağa, bir 30 km qabağa, orada boşaldacaq malı. Registrasiyada keçdim burada. Dedilər gecə yəqin ki boşaldacaqlar.
elə yaxşı oldu. 2 yükü burada boşaldıram. Üçüncündə 5 ton qalır, onu da o birisləri rahat boşaldıram. Ondan sonra geriyə yük götürüb qaydaram. Mən haçan videonu açıram, Zaur mənə zəng eləyir. Sklad buradır. 2 dənə yekə skladdır. Krasnoye Beloye mağazalarının sklad deyəsən. Bura boşaldacağım inşallah. Hər kəsin sabahı xeyir. Dünən qeydiyyatdan keçdiyim yerdə gecədə malı boşalmadılar. Dedilər ki, ged o birisi ərazidə də qeydiyyatdan keç. 3-4 gün ərzində malı boşalacaqlar. Mən də istəyirəm videonu burada yekunlaşdırım, çünki istəmirəm də 3-4 gün yalandan vaxt keçsin, bir dənə video malı boşalmasına görə videonu saxlayayım. Bugün video düzəliş edeyim, bugün paylaşım deyirəm. Daha doğrusu sabah paylaşım. Bugün ayın 9-udur. Krasnodardayım, qəşəng qar yağır. 0 dərəcədir hava. Maroz gecə olacaq, 7 dərəcə maroz olacaq. Belə hava yaxşıdır. Heç nə, özünüzdən müğayət olun. Mən vlogumu yekunlaşdırıram. Çünki yenə deyirəm, gözləməyə mənası yoxdur. Abunə olmağı, bəyənməyi, rəy yazmağı unutmayın. Özünüzdən müğayət olun. Yeni vlogla inşallah qarşınızda olaram. Sağ olun.